Salam, bugün mən sizinlə səhifə 50, 53 işləyəcəyik. Amma birincisi sözüm odur ki, əgər mənim kanalıma abunə və like atmamısınızsa, mütləq şəkildə abunə olun. Əgər 50 abunəçim olsa, mən sizinlə bir yerdə canlı bir dərs haqqında videolar çəkəcəm. 50 abunəçim əgər olursa, belə canlı video çəkəcəm. Əgər 50 abunəçim yoxdursa, çəkə bilməyəcəm. Ona görə abunə olun. Və 6-cı gün işlədiyimiz o səhifə 51 və 52 burada biraz səhvlər eləmişdim. Onları mən düzəltdim. İndi burada həm araba günəşi mən elə belə yazmışdım mən. Amma əslində belə olmalıydı. Uşaq intellektual verilişlər, əyləncəli verilişlərə baxıram. Mən belə verilişlərə baxıram və burada C tapşırığında sual cümləsini belə olmalıydı əslində. Kim uşaq verilişlərinə baxmağı çox sevir? Və burada heç bir səhvim yoxdur. Ona görə də keçə bir yerdə səhifə 53. 5A tapşırığında deyir ki, aşağıdakı cümlələrə ardıcıllar arasında alqışı seçin. Biz bugün KSQ yazdıq. İnşallah ki, mən 5 alaram KSQ-dan. Amin. Və KSQ-da elə bu sual düşmüşdü bizə. Və gəlin bir yerdə seçək alqışları. Vətən onu qoruyanındır. Bu dəqiq alqış ola bilər. Bu alqışdır. Əgər səhv yazdımsa, baxın, bu səhifəyə keçəndə səhvlərimi düzəldəcəm və sizinlə bir yerdə yazacağım. Bu alqışdır. Ömrün uzun olsun. O da alqışdır. El gücü, sel gücü. Əslində bu alqış sayılır. Sadəcə bu atalar sözüdür. O da sayılır. Zəhmətin hərdən getməsin. Bu da alqışdır. Atan, ananı fəxr olsun. Bu alqış deyil. Yəni indi buradan nə deyir onu oxuyam. Dialoqu oxu. Nöqtələrin yerinə sıra sayıları əlavə edib yaz. Yəni indi mən dialoqu oxuyum və bir yerdə dinləyək. Xoş gördük. Sən neçənci sinifdə oxuyursan? Salam, mən sinifdə oxuyuram. İndi mən sinifdə oxuyuram. Ona görə mən burada belə, ona görə mən sinifi demədim. Və mən 2-ci sinifdə oxuyuram. Mən 2-ci. Sinifdə oxuyuram. İndi gəlin bu dialoqu oxuyaq. Zəhmət olmasa deyin bu neçənci binadır? Bu binadır. Və əlbəttə ki, bu sözünü burada xətt var idi yazmaq üçün. Ona görə demədim. Burada olacaq bu bina
zəhmət olmasa deyim bu neçənci binadır. Bu məsələn üçüncü binadır. Bu üçüncü binadır. Bu üçüncü binadır. Yazdıq. İndi keçir bu diyaloqa. Sən neçənci mərtəbədə yaşayırsan? Mən mərtəbədə yaşayıram. İndi bura mən neçənci mərtəbədə yaşayıram? Məsələn, siz neçənci mərtəbədə yaşadığınızı yaza bilərsiniz. Və mən üçüncü mərtəbədə yaşayıram. Mən üçüncü mərtəbədə yaşayıram. Gəlin indi dialoqları bir yerdə oxuyaq sizinlə. Xoş gördük. Sən neçənci sinifdə oxuyursan? Salam, mən ikinci sinifdə oxuyuram. Zəhmət olmasa deyin bu neçənci binadır? Bu üçüncü binadır. Sən neçənci mərtəbədə yaşayırsan? Mən üçüncü mərtəbədə yaşayıram. Əslində bura sinif yazmaq məcbur deyil. Sadəcə mən görmədim, gözümdən qaçırtdım deyə bu səhv oldu. Və indi keçək C tapşırığına. Boş damaya uyğun gələn lu hissəciklərini yazın. Bu əslində ümumiləşdirici tapşırıqdır. Baxın, bu ümumiləşdirici tapşırıqdır. Gəlin indi artıra çiçəkli, kədərli. Çiçəkli olar. Mənim çiçəkli donum var, olar. Kədərli. Mən kədərliyəm, olur. Bura li yazacağıq. Li. Bura. İndi burada ağıllı, maraqlı.Lı olacaq bura. Bura süd, güllü, südlü. Güllü hissəciyi artıracağıq. Duzlu, sulu. Duzlu olacaq burada. Və ikisi də ludur. Və bu qədər. Sağ olun. Gələn videolar bu qədər.